Dövlət Komitəsinin 8 mart tədbiri ləğv olundu. Ailə, Qadın və Uşaq Problemləri üzrə komitə təşkilatçısı ilə keçirilməsi nəzərdə tutulan 8 mart Beynəlxalq Qadınlar Günü həsr olunmuş tədbir təxirə salınıb. Mən orada iştirak etməyəcəmsə, mənim üçün maraqlı deyil. İstəyir tədbir baş tutdu, istəyir təxirə salındı. Bir qadın olaraq mənə əgər ora dəvət etmirlərsə, tanınmış jurnalistəm, azından bizləri də ora dəvət etməlidirlər, etmirlər. Təbii ki, istinad edirəm Axar.az Teleqraf istinadən xəbər verir ki, tədbirin martın 5-də Bakıda keçirilməsi nəzərdə tutulsa da, qərar sonradan bir sıra səbəblərdən ləğv edilib. Bəli. Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu açıqlamasında martın 5-də keçirilməsi nəzərdə tutulan tədbirin təxirə salındığını təsdiq edib. Qurum rəsmisi bunun səbəbini komitə sədri Bahar Mərdanovun xarici səfəri olduğunu, o cümlədən bir sıra mühüm qonaqların planları ilə əlaqələndirib, o tədbirin başqa bir tarixdə keçiriləcəyini istisna etməyib, yəni. Bəli. Yenə də deyirəm, tədbir keçirilməlidir. Mart ayının 5-də ya 6-sında təxirə salınıb. Amma nəzərdə tutublar ki, nə vaxtsa bu tədbir reallaşacaq. Mətbuat xidməti təbii ki, xəbəri yayıb.